Aldanmış Qəvaqib əsərində münəccimin xəbərinə münasibət bildiyimiz kimi, bu hadisəyə 4 nəfər tərəfindən münasibət bildirilir və bunların hər biri bu hadisəyə çarə tapmaqda özlərinin aciz olduğunu etiraf edirlər. Lakin bunlar özlərinin gördüyü bir neçə yaxşı işi sadalayırlar ki, və bunların bir neçə xüsusiyyəti var ki, biz onlara gərək diqqət eləyək, çünki testdə bunlar düşür. Deməli, ardıcıllıq bu cürdür. Birinci, Vəzir Mirzə Möhsün vəzifəyə gələnlərdən pul alır və şah getdiyi yerdə ayağı altına parça salınmasını və pul verilməsini istəyir. Bunu orada özü səsləndirilir ki, mən bu işlər vasitəsilə xəzinəyə fayda vermişəm, lakin bu hadisəyə çarə tapmaqdan acizəm və özünü kiçik bəndə adlandırır. İkinci, Sərdar Zaman xan cavab verir, özünü sədaqətli nökər və sarayın qoca iti adlandırır. Qəlbi yumuşaq olur. Bunun xas xüsusiyyətidir. Münəccim başının ölümünə mane olur. Orada dediyi məsələ isə deyir ki, mən düşmənin hücumundan yolları dağıdaraq onların şəhərə girməsini, şəhəri talan eləməsinin qarşısını almışam. Lakin bu çarənin qarşısında mən də acizəm. Sədaqətli nökər və sarayın qoca itinə diqqət edin. Bu onun xüsusiyyəti ki, yəni özünü bu cür adlandırır. Müstəfi Mirzə Yəhya isə gizli məktub yazaraq məvacibləri gecikdirir. Öz zehnini düzgün və məharətli bilir. Bu Müstəfi Mirzə Yəhyaya aiddir. Mollabaşı Axund Səməd isə münəccimbaşı ilə ədavəti olur və çarənin ilə münəccimbaşının özündən soruşulmasını təklif edir və bu hala isə, Şah Abbasın bu halına isə qəlbinin tavadakı balıq kimi büryan olduğunu bildirir. Bu qədər.